Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, səbr bir müsəlmanın silahıdır. Həyat bəzən bir göldür, bəzən də tikan. Amma Rəbbimiz deyir ki, şübhəsiz ki, səbr edənlərə mükafatları hesabsız veriləcəkdir. Zümer surəsi 10-cu ayə. Bəlkə də səni incitdilər, sınadılar, yoruldun. Amma səbr etdin və Allah buna görə səni sevir. Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, müminin halına heyran qaldım. Onun bütün halları xeyirlidir. Bu yalnız müminə aiddir. Əgər başına bir sevinç gələrsə, şükr edər. Bu onun üçün xeyirdir. Əgər bir müsibət baş verərsə, səbr edər. Bu da onun üçün xeyirdir. Hədisi Müslim rivayet etmişdir. Bu müminin sirridir. O hər halı ilə Allahdan razıdır. Həm səbr edər, həm də şükür. Çünki bilir ki, hər şeydə bir hikmət var. Hər qaranlığın sonunda bir nur var və hər səbrin sonunda Allahın razılığı vardır. Subhanəkəllahumma Rabbənə və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfirukə və ətubu ileyk.